Bizim cəmiyyətimizdə gənclər nə edirlər? Ateist olanlar, deist olanlar araşdırıb deist olmur. Araşdırıb ateist olmur. Ona buna baxıb, dindara baxıb ateist olur. Bizim problemimiz odur. Biz nəyəsə baxıb qərar veririk. Bu doğru bir yanaşma deyil. O biraz, necə deyim, tam yüksəlməyən, anlaşmayan, yəni bir səviyyəyə gəlməyən insanların elədikləridir. Məsələn, ağıllı insan oturar ki, qardaş, mən buna niyə baxıram? Bu insandır. İnsan səhv də eləyə bilər, düz də eləyə bilər. Mən həmin o göndərənin o məğzinə baxmalıyam, kitaba baxmalıyam. O kitabda nə deyir? Məsələn, odur. İnsanın nə qarantiyası olur? Sözün Dozası podkastının qonağı dinşünas Elşad Miri. Elşad mənim xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Növbəti qonağımız bizim Aytən xanımdır. Aytən mənim və bizim komandanın fəxr eləyəsi bugünkü gün hələ ki fəxr eləyəsi sağalan xəstələrindən biridir. Narkomaniyadan əziyyət çəkən xəstələrdən biridir. Aytən biz 2 ay bundan öncə küçələrdən, lor dildə deyək, pisdə çıxsa, küçələrdən yerləşdirilmişdik. Sağlam Addım Reabilitasiya Mərkəzinə xalqımızın, millətimizin, yaxşı insanların dəstəyi ilə. Bir də bizim Anar müəllimdir, bugünkü reabilitasiya rəhbəridir. Həm qadınlar üçün, həm də kişilər üçün reabilitasiya mərkəzi rəhbəridir. Həm də verilişimizin, studiyamızın arendaya götürülməsinin maddi tərəfindən dəstəyi olan qardaşımızdır. Çox gözəl. Onlar çox sağ olun, minnətdaram. Sağ olun, mən də minnətdaram. Elşad Miri ilə, müəllimlə bir yerdə olmağımı mən də hər dəfə izləyirəm, onun düşüncələri, məntiqli açıqlamalarını. Mənə neçə illərdir, yəni maraq doğur, elə bir yerdə olmağımıza da görə minnətdaram. Çox sağ olun, Aslan. Təşəkkür edirəm. Elşad mənim xahiş edirəm, Aytən səndən də xahiş edirəm. Tam rahat olaq. Sözün Dozası, sözün Dozası. Pis vərdişləri insanın ola-ola, söhbət narkomaniyadan getmir, qumarda ola bilər, oyun asılısı, içki və yaxud digər pis vərdişlər ola bilər. İbadət etmək nə dərəcədə düzgündür? Nalibə, burada birincisi ibadət anlayışını biz daraltmayaq. Çünki bəzən insanlar fikirləşirlər ki, təkcə namaz qılmaq, oruç tutmaq və s. bu bir ibadətdir. Bu kiçildilmiş bir formasıdır. İbadət dediyimiz bu günlərin bir insana təbəssüm eləyib, onun keyfini açmaq da ibadətdir. Bir insanın əlindən tutub deyək ki, sən onu pis vərdişlərdən qurtarmaq özü də bir ibadətdir. İbadət dediyimiz həqiqətən Allahın buyruğuna uyğun olaraq davranmaq, hərəkət eləməkdir. Bu geniş bir məfhumdur. Bu çünki sabahların bir gəncimizin, bir tələbəmizin, bir şagirdimizin səhərin o başında deyək, yuxusuna haram qataraq dırnaq arası deyirəm. Dərsə getməyi özü də bir ibadətdir. Hazırlığa getməyi, hazırlaşıb sabah universitetə qəbul olmağı özü də bir ibadətdir. Bu yolda həyatını davam elətdirməsi özü bir ibadətdir. Başqasına xeyirli olmağı deyə bilərik ki, ibadət anlayışı budur. Yoxsa mənlə olan, məsələn, təkcə namaz qılmaq, bu mənlə bağlı bir məsələdir. Kimlənsə əlaqəli bir məsələ deyil. Bu mənim Allahla olan münasibətimdir. Amma bir də var, Allahın buyruğuna uyğun olaraq insanlarla olan münasibəti. Yo, mən namaz qılmağı nəzərdə tutub deyirəm. Sadəcə o deyil. Məsələn, başqa elə şeylər var ki, Qurandan bir ayəni gətirilir həmişə ki, namaz sizi mənfiliklərdən xilas eləyər, qurtarar mənasına gələ bilən bir ifadəni deyirik. Yəni, oradakı o zaman əgər namaz həqiqətən məni mənfiliklərdən xilas eləmirsə, deməli ki, o namaz deyil, sadəcə əyilib qalxmaqdan ibarət olan hərəkətlər yığılmalıdır. Namaz o olmalıdır ki, mən artıq burada bir təlim öyrənirəm, bir kiminsə qarşısına çıxıram. Təsəvvür edin ki, verilişə gələndə belə hazırlaşıb gəlirik. Özümüzə çəki düzən veririk. Amma və yaxud da kimləsə görüşməyə gedəndə bunu nəzərə alıb gedirik. Bu da bir Allahın qarşısına çıxmaqdır. Məsələn, insan bəzən nankor ola bilər. İnsan bəzən eyni yastığa baş qoyduğun insan belə sabahlarım sənə qarşı gəlmiş ola bilər. Və yaxud da dost bildiyin sabahlarım düşmənə çevrilə bilər. Ehtimal daxilində damısı. Amma Allah elə deyil. Səni yaradan, sənə yaradılanlardan daha çox bağlıdır. Yəni ona görə biz namaz dediyimizdə də namaz bir Allahla təlimdir. Niyə namazdan? Çünki bir işi davamlı elədiyin zaman o səni yad ünsürlərdən, kənar qüvvələrdən qoruyur. Amma yox, namazın özü olmadığı təqdirdə deyək ki, mən istədiyim həyatı yaşayayım, sadəcə dilimdə dinlə bağlı, namazla bağlı və yaxud da hər hansısa bir yaxşılıqla bağlı ifadələr işlədim. Pafoslu sözlər deyim. Bu əməlimə sirayət eləmirsə, bunun mənası nə olur? Ona görə də kimlənsə
namaz qılmağına görə, nə bilim nəyinə görə görsək ki, sabahların bir mənfi hərəkət eləyir. Bunu onun namazınla, onun nə bilim din anlayışı ilə əlaqələndirməyimiz doğru deyil. Bu çəkilişdən əvvəl də elədiyimiz söhbətlər kimi. Yəni insan əsas nəyə baxmalıdır ki, bu məsələnin məğzi nədir, mahiyyəti nədir? Həqiqətən o kitab göndərənin kitabına baxmaq, oradan öyrənmək, onu həyatımıza sirayət elətdirmək, o zaman görəcəyik ki, bəli, biz tək deyilik, tənha deyilik. Bizi həmişə bir qoruyan, bizə yaxın olan, insanlardan, şah damarımızdan daha yaxın olan bir qüvvə var. Kimi adına Tanrı deyir, kimi adına Allah deyir, nə deyirsən deyir. Baxın, adicə sizə bir misal deyim də. Güya Peyğəmbərimizin yaşadığı dövrdə, sonuncu Peyğəmbərimizdən gedir söhbət, onun yanında İslamı qəbul edən insanlar hamısı süddən çıxmış ağ qaşıq idilər. Onların, baxın, eləmədikləri, bu günlərin insanların elədikləri günahlardan fərqli olaraq eləmədikləri bir günah yox idi. Onlar da hər şey eləmişdi. Onlar da nə oldu sadəcə olaraq? Ondan sonra inam oldu, güvən oldu, bir-birinə dəstək oldular. Ondan sonra elə bir səhabələr anlayışı, Peyğəmbərə dost olan insanlar anlayışı formalaşdı və bu günlərin bizim bildiyimiz, deyək ki, İslamın, Quranın insanlara çatdırılmasına əsas faktorlardan biri olduqlarına şahid olduq. Onların içində mənfiliklər də var idi. O mənfilikləri birlikdə aradan qaldırdılar. Yəni orada bir inam anlayışı çox önəmlidir. Mən heç nəyə inanmıram demək, o zaman o insanın digər canlılardan fərqliliyində problem yaradır. Əxlaq anlayışında problem yaradır. Mən nəyə görə yaxşı olmalıyam? Bunun qarşılığı nədir? Yəni mənfi olmaq üçün də o zaman nə mənə mane olur ki, mənfi olum? Amma sabahların bunları düşünəndə ki, həqiqətən bunların bir nəticəsi var, aqibəti var. O zaman insan düşünür, fikirləşir, məsuliyyətli olmağa çalışır. Həm cəmiyyət tərəfindən, həm deyək ki, övladı tərəfindən, həm ətrafındakı qohum-əqraba tərəfindən, həm dost çevrəsində çalışır ki, onları dəyişsin, onlara yaxın olan, məsələn, bir növ necə deyim, onun həyatına müsbət mənada stimul verəcək insanlarla çevrəsini formalaşdıranda bir də görürsünüz ki, siz də onlardan birinə çevrilmisiniz. Elşad müəllim, bəs bu din insanı pis vərdişlərdən qorumağa kömək eləyir? Baxın, Pis əslində vərdişlərdən söhbət gedir. təbii ki, dinin əsas məqsədi nədir? Din insanın həyatını asanlaşdıran bir mexanizm. Din insanın həyatına bir navigator olan bir məsələdir. Misal üçün, bura gəlməmişdən əvvəl mənə location atılır ki, yerimiz buradadır. Mən o location'a baxaraq gəlirəm, gələndə də mənə iki yolu göstərir. Ki, bu yolla geçsəm tıxac olacaq, bu yolla getdiyim zaman isə yaşıl işıqda daha rahat gələ biləcək. Mən o seçimi eləyib ona uyğun olaraq gəlirəm. Ki, nə qədər vaxta çatacaq, mənim nə qədər vaxtım var. Yəni, din anlayışı da budur. Din bizim bu həyat burulğanında, həyat çətinliklərinin arasında bizə yol göstərir. Ki, bu yolu seçdiyin zaman sənin həyatın daha asan olacaq, yaşıllıqlar içində olacaqsan. Bu həyatı seçdiyin zaman qırmızılarda, tıxaçda, deyək ki, burulğanın içində olacaqsan. Yəni, bu qərarı biz özümüz veririk. Qərarı verərkən də biz burada düşünməliyik ki, həqiqətən bu din anlayışı məni mənfiliklərdən necə qurtarır? Ona görə də burada əsas amillərdən biri də, məsələn, mənim tanıdığım dostlarımdan biri vaxtı ilə o da pis vərdişlərin qurbanına çevrilmişdi. Sonra dinlə maraqlandığı zaman, biraz bu məsələlərə ilgiləndiyi zaman elə oldu ki, həmin orada artıq pis vərdişlərdən uzaqlaşmağa çalışdı, başladı. Və ondan sonra bu pis vərdişlərdən uzaqlaşandan sonra çevrəsi dəyişdi. Və bu onu illərlə davam elədiyi pis vərdişlərdən qurtulmağına səbəb oldu və bu günlərimdə biraz əvvəl söhbətdən əvvəl dediyim kimi özü də bir reabilitasiya mərkəzi açıb insanların qurtuluşuna deyək ki, səbəb olmağa cəhd edir. Yəni bu onu görüb, o dediyimiz kimi o dibi gördü. Belə insanlar çox dərslidir. Yəni o qurtulandan sonra da başqalarını o bataqlıqdan qurtarmağa çalışır. Bu din faktoru burada necədir? Həqiqətən bizə necə deyim, bir məna qatır həyatımıza. Nə üçün yaşadığımızı dərk eləyir və bizim tək olmadığımızı, tənha olmadığımızı və bu günlərimdə burada yaşadığımız halda sabahlarımda başqa bir həyatımızın olacağını bildirir. Yəni insan gəldi, bəziləri o intihara meyilli bəzi insanlar olubdu. Neçəsi ilə söhbətimiz olmuşdu. Hətta illər sonra bir xanım mənə yazdı ki, dedi siz məni tanıdınız? Dedim xeyr. Dedim mən həyatda yaşayıramsa və bu gün həkiməmsə, dedi qismən sizə də borcluyam. Dedim başa düşmədim. Niyə? Deyir mənim əlimdə sizə Facebookdan dedi mesaj yazmışam. Dedi baxa bilərsiniz siz mesajları silmişsiniz. Dedim durur məndə. Girib baxıram ki, həqiqətən 10 illər öncə bu xanım mənə bir mesaj yazıb
Yazdığım mesajda da balkon deyir ki, mən orasını bilmirdim. İntiharı məndən soruşur. Deyir, balkonda idim və intihara qərar vermişdim. O anda sizin səsiniz gəldi mənə, cavab verməyinizi gözləmirdim. Cavab verdiniz, intiharla bağlı fikirləri bildirdiniz və sabahlarım o anası doğularkən anası vəfat eləmişdi. Ona görə bir çətinliklər yaşayıbdı, özünü təhlikdə hiss edirmiş və deyir sizin sözünüzdən sonra mən deyir həkimliyi oxudum və bu günlərim deyir hər gün bəlkə də müəyyən o uşaqların tələf olmasının qarşısını alır. Və bu adam gedib Türkiyədə oxudu, sonra Almaniyada təcrübə keçdi, uzmanlaşdı və bu günlərimdə bizim dövlət xəstəxanalarının birində fəaliyyət göstərən bir həkimimizdir. Həqiqətən ona da sayğımı bildirirəm və o bu məsələdə düzdür, dövlətdən maaşını alır, amma digər məsələlərdə təmənnasız olaraq o uşaqlara necə can yandırdığını, necə bəzilərinin elədikləri yanlışları aradan qaldırdığını bildirəndən sonra mən həqiqətən o insanın bu cürə düşüncəsinin qarşısında özüm də baş əyirəm. Yəni insan bilmir hardasa nəsə, hansı söz insanı düzəldə bilər. Ona görə biz Qurana baxırıq ki, Quran bizə nə edir? Quran bizə o başqa qissələr danışaraq, oradakı hekayətlərdən danışaraq bizə həyatda tutunmağımıza imkan yaradır. Misal üçün, biz uşaqlıqdan həmişə öyrənirdik ki, peyğəmbərlər günahsızdır, səhvsizdir, heç bir yanlış eləməyibdilər. Amma Qurana baxırıq ki, hətta peyğəmbər belə, Musa peyğəmbər adam belə öldü. Baxın, qatil olmuş bir insanı Allah peyğəmbər eləyir və özü o həm günahlarından təmizlənir. Təmizlənir deyəndə həmin oradakı qan puludur və s. bu məsələləri aradan qaldırırlar, razılaşdırırlar və bu insan başqalarından nümunə ola biləcək bir insana çevrilir. Yəni bu günlərin biz deyirik, sizin indi bu gün biraz əvvəl qeyd elədiyiniz kimi əvvəllər pis vərdişlərim olub. Bu günlərin artıq siz o vərdişlərdən qurtularaq o vərdişdə olanlara yardımcı olursunuz. Bu nə gözəl bir yanaşmadır. Ona görə bəzən belə məsələlərdə nəyi görürük? İnsan deyir, çox gözəl, maraqlı bir misal var. İnsan yarpaq üçün deyirlər ki, yarpaq deyir özünü qızıl zənn elədiyi zaman ağacdan qopar. Yəni biz onu dərk eləməliyik, bilməliyik. Məsələn, hətta təzə bir maraqlı bir məlumat oxudum. Bizim məşhur Argentinalı futbolçu Diego Armando Maradona ilə bağlı bir məsələ idi. Deyir, Maradona özü müəyyən bu xəstəlikdən, pis vərdişlərdən sağalandan sonra psixoloji olaraq bir mərkəzə gedir. Orada da istəyir bu prosesini davam elətdirsin. Orada gəlir, görür ki, biri özünə, məsələn, deyir ki, mən Peleyəm, biri deyir ki, mən Indira Gandhiyəm, biri Mahatma Gandhi olaraq özünü təqdim eləyir. Bu da özünü təqdim eləyəndə Maradona deyəndə hətta buna belə gülürlər ki, heç kim Maradona ola bilməz. Deyir, onda mən artıq başa düşdüm ki, mən özüm özümə zülm vermişəm. Mən özüm öz qədrimi bilməmişəm. Ona görə də hətta belə bir ifadə də işlədirlər. İnsanın ən böyük düşməni öz egosudur. Həmin o egodan qurtulmadığın zaman insan pis vərdişlərə gətirib çıxarır. Amma insan empati qurmağı başladığı zaman, özünü başqasının yerinə qoymağa və yaxud da övladını deyək ki, sabah qızımızın yerinə qoymağa və yaxud da başqasının yerinə qoyduğumuz zaman biz o insanları anlamağa çalışırıq və başa düşürük və o zaman əlimizi onun əlindən tutub qurtarmağa çalışırıq. Amma bəzən onlara atsaq bir kənara, o zaman nə olacaq? Sabahların biz bilmirik ki, bizim aqibətimiz necədir, bizim övladlarımız necədir, bizim yaxınlarımız necədir, mənim başıma gəlməyəcək deyilən bir anlayış yoxdur. Hətta yenə də maraqlı bir hadisə danışırlar, nə qədər doğrudur bilmirəm. İngilis lordlarından birinin övladı bir bataqlığa düşür, onu deyir ki, bir kəndçiyə xilas eləyir. Sonra bu uşağı gəlib tapırlar, həmin adam deyir ki, bəs mən İngilis lorduyam, istəyirəm ki, sizə bir dəstək olum, heç nə istəmirəm deyir. Bu, hər bir insanın eləyə biləcəyi bir yaxşılığı idi. O adam deyir ki, yox, mən mütləq sən nəsə eləməliyim. Həmin vaxtda həmin o kəndçi insanın uşağı gələndə deyir ki, bu uşağını ver mənə. Deyir, mən onu oxutmaq istəyirəm, ona dəstək olmaq istəyirəm. Bu da deyir ki, ona razılaşır ki, övladını deyir, öz oğlumdan ayırmayacaq. Və həqiqətən o insanı yetişdirir. Hətta səhv eləmirəmsə, pensilinmi formalaşdıran, tapan, kəşf edən həmin insan olur və həmin insan illər sonra belə həmin o lordun, oğlunun ölümü anında belə həmin o kəşfi ilə onun həyata tutunmasına, xilas olmağına səbəb olur. Yəni bəzən bizim elədiyimiz bir yaxşılıqlar nə vaxtsa, hansısa bir gün qarşımıza çıxacağını bilmirik. Ona görə də biz... Amma çıxır nə vaxtsa. Mütləq çıxacaq. Yəni biz əgər inanırıqsa bu dünya boş deyil,
Yani fani olduğunu amma bilirik. Ama bu dünyadan sonra başka bir dünyanın olduğunu da bildiğimiz zaman burada olmasa da orada da mütləq qarşımıza çıxacaq. Amma mütləq çıxacaq. Niyə? Çünki biz buna inkar eləyənlər olur. O biri dünya varmı, gedib gələn varmı? Aha. Tipik bir dənə bəsit bir ona da cavab veririk. Nədir? Məsələn biz ana bətnindən hər birimiz bu dünyaya gəlirik. Ana bətninə qaydan olubmu? Və yaxud da ora 9 ay sonra siz suyun içində deyil, başqa bir havada, atmosferdə yaşayacaqsınız deyən olubmu? Siz artıq ananızdan gələn müəyyən o qidalanma borusu ilə deyil, fərqli şəkildə qidalanacaqsınız deyən olubmu? Xeyr, bunların heç birini deməyiblər. Yəni bizə indinin özündə amma deyilir ki, belə bir həyat var. Bunu deyəndə bizi yaradandır. Biz də görürük ki, bu günə qədər milyardlarla insan gəlib gedir. Və indinin özündə də gəlib gedir. Bəs bunlar hara gedir? Necə gedir? Yəni bu dünyada yaşamağın bir mənası yoxdurmu? O zaman gəldik, digər canlılar kimi yedik, içdik və s. həyatımız bundan bitdimi? Bəs elədiyimiz yaxşılıqlar, pisliklər bunun qarşılığı olmayacaq. Məsələn deyək ki, insanın, polisin, məhkəmənin görmədiyi məqamları Allah görmürmü? Bunun əvəzini verməyəcək. Yəni bunları düşündüyümüz zaman həqiqətən bu həyatın sadəcə 60, 70, 80 il və yaxud da cəmaata görə, bəzisinə görə 40 illik bir həyat olmadığını görürük. Və bunun qarşılığını verəcək olan Allah da bizə nə edir? Bizi yaradır. Təsəvvür edin, bir dənə mikrofon götürmüşük. Bu mikrofonu götürəndə bunun yanında bir kağızını da göstərdi. İnstruktoru olmuş ki, yəni bu Pasportu. təliminə uyğun olaraq hərəkət elədiyin zaman ömrünü uzadırsınız, daha çox istifadə edirsiniz və bu zəmanət daxilində olur. Allah da yaratdığı insana bir kitabını göndərir. Həmin o kitabı bu günlərim deyək ki, əvvəllər müxtəlif adlarla gəlibdi. Tövrat olub, İncil olub. Allah deyir, Quranına göndərir. Bu var. Açıb oxuduğun zaman nə qədər bir kitabdır ki, çox kiçik bir kitabdır əslində. Bunu oxuduğumuz zaman oradan öz həyatımıza səbəb olacaq məqamları görürük. Məsələn, Yusif qissəsini açıb oxuyuruq ki, Yusif Peyğəmbərin özünün belə öz qardaşları tərəfindən tələyə salındığının şahidi olur. Amma nəticə etibarilə Yusif nə edir? Onlara da bağışlayır, onlara da dəstək olur, onları bir növ o həmin o Misirin nəhəng, möhtəşəm yerinə də gətirir. Yəni həyatda bunlar olacaq. Heç kimin zəmanəti yoxdur, heç kimin qarantiyası yoxdur. Amma nəticə etibarilə biz Allahdan tutarıqsa və güvənəriksə, inanarıqsa və bizim o pis vərdişlər, digər yanlışlardan qurtulmağımıza səbəb olacaq bunların hamısı. Biz hal-hazırda Sağlam Addım Reabilitasiya Mərkəzindəyik. Onu da qeyd edeyim ki, Sağlam Addım Reabilitasiya Mərkəzi artıq 3 ildən çoxdur fəaliyyət göstərir və yüzlərlə, minlərlə nəticələri var. Bizdə tək narkomaniya yox, həm qumar, həm də ki, alkoqolizmdən əziyyət çəkən xanımlara da köməklik göstəririk. Mən 13 il narkoman olmuşam. Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. 2 il Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. Artıq 1 ildir burada proqram rəhbəri olaraq çalışıram. Demək istəyirəm ki, sağalma mümkündür, yetər ki, sən istə. Valideynlər bizə müraciət edə bilər, konsultasiya pulsuzdur. Bizim anar qardaşımız da dinlə məşğuldur, namaz qılır. Anar, bu namaz qılmaq, dinlə məşğul olmaq səni qoruyur. Bu əvvəlki pis vərdişlərindən səni nə dərəcədə qoruyursa? Mən ümumiyyətcə onun tərəfdarıyam ki, din hər zaman inkişaf elədikcə müasirləşməlidir. Çünki insanların düşüncələri dəyişdikcə, məsələn, mən indiki gənclər smart gənclər deyirəm də, bunlar da çoxdur. Yəni bunlara köhnə fikirli, məsələn, dinlə sən getsən, onlara bayağı gəlir, adi gəlir, sadə gəlir və onun fərqinə varmır. Məsələn, bizim proqramda elədik ki, adi bir şey proqramda 3 addım var ki, tövbəyə gedən yol qoymuşam adını, məsələn, mən özüm onu. Sən birinci, məsələn, din sənə deyir ki, get tövbə elə. Hə, tutaq ki, getdim, mən tövbə elədim. Amma proqram sənin özünə tanıdır. Sənin buraxdığın səhvlər, sənin qüsurların, sənin xarakterində hansı qüsurlar səni aparır. Sonra sən onu araşdırırsan, yazırsan, çıxardırsan və addımlar var. Həmin addımlardan sonra sən Allahdan, yəni həmin o qüsurlara qayıtmamaq üçün itaətcasına Söz verirsən bir. Bir şey də deyim mən, yeri gəlmişdən Nali bəy. Çox maraqlı bir məqama toxundu əslində qardaşımız. Oradakı məsələ nədən ibarətdir? Biz həqiqətən din anlayışını neynirik? Elə bilirik ki, 1400 il və yaxud da xristianlıqda baxırıq 2000 il, nə bilim, Yahudiliyə baxırıq 5000, 6000 il. Belə bir din anlayışını götürürük. Amma əslində din elə bir anlayış deyil. Din elə bir anlayışdır ki, 1400 ildə gəlsə də, 1700 il əvvəl gəlsə də, 10.000 il əvvəl gəlsə də,
bu mənim bu günlərin müasir dövrdə yaşayan insanıma müraciət eləməlidir. Məni dəyişməlidir. Dəyişməyi bacarmaq gücündə olmalıdır. Yəni bu gün Azərbaycanda yaşayan bir insan da dəyişməlidir. Amerikada yaşayan bir insanı da dəyişməlidir. Sabahlarım Yaponiyadakı yaşayan bir insanı da dəyişməlidir. Əgər dəyişmirsə, din özü arxaikləşib deməli. Bir keçmişin qalıntısına çevrilir. Artıq bundan nəsə gözləmək mümkün olmur. Yəni ona görə bu dinin dəyişdirmə gücünü biz öz həyatımızda əgər görmürüksə, yaşamırıqsa, deməli ki, o din bizim üçün sadəcə necə deyim, alətdir və yaxud da hansısa bir nəticəyə çatmaq üçün vasitədir. Bu belə olmamalıdır. Din sizin həyatınızda nə dəyişib? Hər bir şey. Mənim Ən həyat, vacib dünya görüşümü. Məsələn, biz bu günlərim evdə də yoldaşımızla çox rahatlıqla söhbət eləyə bilirik, zarafat eləyə bilirik, bəzi məsələləri müzakirəyə çıxara bilirik, övladlarımız üçün bunları eləyə bilirik. Məsələn, bizim elə bir dövrümüz olub ki, mənim qaldığım, məsələn, Sumqayıtda kirədə qalırdıq. Orada bizi evdən çıxartdılar. Həmin dövrdə 2 övladımız var idi. Çıxartdığı zaman məsələn Qurandakı bir ayə var idi. Deyir, hər sizin xeyir kimi gördüyünüzdə şər, şər kimi gördüyünüzdə xeyir ola bilər. Siz bilməzsiniz, ən doğrusunu Allah bilir. Biz orada özümüzə bir dənə söz verdik ki, məsələn bu perioddan da çıxacaq. Niyə? Çünki biz Allaha güvənirik. Bu bizim üçün yaxşılığa olandır. Hal-hazırda biz bunu dərk eləmirik, biz pislik olaraq gördük və üstündən müəyyən bir müddət sonra gördük ki, həmin adam bizə öz dünya görüşünə görə məsələn pislik eləyib, hər ay qiymət qaldırırdısa, amma nəticə etibarilə üzərindən illər keçəndən sonra biz bunun əksinə daha gözəl olduğunun fərqinə vardıq. Və həmin o bizi evdən çıxaran qadının yoldaşı illər sonra bizi görəndə yoldaşının elədiklərindən görə üzrxahlıq elədi və ona görə hətta biraz inciklik yarandığını, onun gücünün olmadığını etiraf elədi və məndən halallıq istəyirdi. Biz insanlarla söhbət eləyəmirik. İnsanların ona görə də aqressivləşirlər. Məsələn, bir-birinə adicə yolda maşın sürdüyümüz zaman bir də görürsünüz ki, siqnal verəndə və s. gələndə o qədər aqressiv cavab verir ki, yanına gəlib yanaşanda, məsələn, ikimiz də deyək ki, qırmızıda dayanırıqsa, üzünə gülürsən ki, nə oldu? O da gülməyə başlayır o zaman. Yəni ki, gecikmədi. 1 dəqiqə ilə, 1 saniyə ilə heç nə olmadı. Amma bəlkə də keçib başqa bir qəza törədəsiydi. Allah belə Quranda iblisin sözlərindən də bəhs edir. İblisi tamamilə silib atmadı. Şeytanlıqdan belə bəhs edir və bunların müqabilində bizə dərs verir ki, sabahlarım şeytanı biz hardasa buynuzlu, quyruqlu bir obraz kimi görməyək. Sabahlarım 2 ayaqlı insan kimi görünən bəzən şəxslərin şeytanlığını bilək. Bunu nəzərə alaq. Ona görə də məsələn mənim eşitdiyim gözəl bir söz var, bunu özüm üçün də hər zaman istifadə eləyirəm. Deyir ki, biz bəzən uşağımız olduğu zaman, indi sizin uşağınız olduğuna görə deyirəm, deyir ki, balaca o uşağımızı nə edirik? Bağrımıza basırıq. Bəzən bir də görürük, uşaqdır, ifraz edib, deyir ki, burnumuzu tuturuq ki, təmizləyək bunu. Deyir, onun həmin o bezini aparıb atırıq kənara, amma onu yuyuruq, yuyandan sonra hətta arxasından da öpürük. Bəli. Biz də insanlara belə yanaşmalıyıq. Həmin o pis vərdişlərini bir kənara ataq o bez kimi, amma o insanı bağrımıza basaq. Bunu qurtaraq, birlikdə eləyək. O zaman əlbəttə biz əgər başqalarına verdiyimiz faydalılıq əmsalına görə biz insanıq. İnsanlığımız buna görə ölçülməlidir. Yoxsa mən buyam, oyam deməklə olmur. Bəzən insanlar var ki, həqiqətən mən o insanlar üçün bəzən bir-ikisi də buna görə incimişdi məndən. Deyirəm ki, bəzən sürdüyü avtomobilin təkəri adamın özündən qiymətlidir. Bu da var. Çünki biz insanlara təəssüflər olsun ki, həmin o görüntüyə görə, bəzən və yaxud da hər nə isə bir zahiri, bir əlamətinə görə dəyərləndirir. Bu dəyər deyil, o qiymətdir. Qiymətin azı çox olur, dəyərin amma olmaz. Dəyər insana dəyər qatır, məna qatır, həyata yaşamağına stimul verir. Bunlar olmalıdır. Aytən, söhbət necədir? Sənin üçün maraqlıdır. Birinci gündə çıxmısan sən reabilitasiyadan, 2 aydan sonra qapalı yerdən çıxmısan. Bu cür söhbətlər sən qulaq asa bilirsən, yoxsa fikrində başqa şeylərdir? Yox, başqa şeylər deyil. Əslində mən çöl həyatında o qədər ki, belə söhbətlərdən uzaq idim. O qədər ki, qulağım belə şeylər eşitmirdi. Bugünkü mənə xoş təsir edir belə söhbətlər əksinə. Nə eşidirdin? Çöl həyatın sənin necə keçib? Neçə il keçib? Çöl həyatım mənim 6 il istifadəm olub. Amma onun son 2 ilini demək olar ki, dibini yaşamışam da, çox pis şeylər yaşamışam. Düzdür, bu mənim üçün biraz asan gəlirdi qızım olmayanda, tək olanda özüm. Tək insan elədi ki, hardasa da, yəni bir gün başını qoyub yatarsan skameykada, durarsan, gedərsən, ya biri gələr səni qovar, durub gedə bilərsən. Amma mənim ən pis dibim mənim uşağım olandan sonra başlayıb. Mənim
Burada məndə yaş böyüklər də var, bağışlasın. Mən uşağımı planlaşdırmamış şəkildə dünyaya gətirmişəm də, planlaşdırmamış şəkildə dünyaya gətirmişəm. Mən istifadə eləyirdim. Uşağım ana bətnində düşəndə mən bilmirdim. Xəbərim yox idi ki, mənim uşağım var da. O qədər ki istifadə eləyirdim. Narkotik mənim başımı xarab eləmişdi. Mən biləndə artıq gec idi. 5 aylığını da bilmişdim. Və Allah qatında özümə günah bildim mən onu, yəni tələf eləməkdə. Çünki 5 aylıq uşaqdır da, əməli başda əli, qolu, üzü, gözü. Mən qorxdum Allahın qabağında mən onu tələf eləməyə. Fikirləşirdim, düzdür ya, uşağıma bilirdim yaxşı həyat yaşada bilməyəcəm, özüm istifadə edirəm. Amma bir tərəfdən fikirləşirdim ki, bəlkə Allahın qabağında mən o şeyi eləməsəm, uşağımı tələf eləməsəm, mən bir cana qıymasam, Allah məni yoluma qaytarar da. Mən onu düşünüb onu həyata gətirdim. Həyata gətirəndən sonra nə qədər çalışsam da istifadəni dayandırım falan, mənim ona gücüm yetmirdi da, heç cürə. Çünki mən gücsüz idim narkotikin qabağında, həqiqətən də gücsüz idim. Ana olandan sonra ümumiyyətlə gücsüz qaldım da ki, uşağıma baxmaq lazım idi, uşağımla yaşamaq lazım idi. Heç cürə alındıra bilmirdim, körpə uşaq qucağımda. Biraz böyük, düz deyir, uşaq üçün heç bir formada düzgün deyil narkotik istifadəçilərin yanında böyümək, onu başa düşürəm. Amma hardasa mənim uşağım biraz böyük olsaydı, fikirləşərdim ki, əlindən tutub gəzirəm də barədə, amma körpə uşaq qucağımda, yağışda, soyuqda, küləkdə, o mənim üçün çox çətin idi. Rəşad müəllim, bir dənə həyatı olub valla. Sağ olsun, buradan da yeni deyirəm, Rəşad müəllimə çəkişdən öncə məlumat verdim. Bizim bir polis əməkdaşımız var, onun İlk addımı o atdı, məni Aytənlə tanış elədi. Aytən polis əməkdaşı Aytənə yaxınlaşanda küçədə Aytən ondan kömək istəyib, polis əməkdaşından mənə kömək elə. Sağ olsun da polis əməkdaşı da zəng elədi mənə, biz də yerləşdirdik. Sonda gəldi, yaxşıya çıxdı. Küçədə qalmadı, reabilitasiyada yaşayır bugünkü gün. Uşağı da isti yerdədir, balaca uşaqlarla oynayır. Bu uşağın atası. Bəli. O da istifadəçidir. Mən belə deyim də, mən başqa insanların barəsində, məsəl üçün, mən öz gözümlə gördüyüm vaxtını danışa bilərəm ki, istifadəçi idi. Yəni, bilirsiniz, mərkəzlə istifadə saxlamaq asandır da, haradasa, yəni proqram falan keçirsən asandır. Mən indi istifadə eləyir, eləmirəm, ona bir şey deyə bilmərəm. Mən yəni bura gəlməmişdən, mərkəzə gəlməmişdən əvvəl eləmirdi istifadə. Amma bugünkü gün bilmirəm, onun öz işidir də, bəlkə də gedib mərkəzə sağalır, ya sağalmır. Mən düşünmürəm də onun barədə. Yox, sualım ona deyil. Sualı ona gətirirəm ki, fikrim odur ki, bu uşağın atası, qız da, balaca qız da dünyamda 10 aylıqdır da, hə? Onun da 11-dir. Və bu, yəni, maraqlanırmı övladından, nəsə bir atadır da, başa düşdün, deyir mi, Aytən, nəsə pampersi lazımdır. Bugünkü gün deyə bilməz, çünki mən bugünkü gün istəmirəm heç onun deməyini. Mən özümə o icazələri vermirəm. Çünki mən özümə o icazələri versəm, onunla danışmağımı fikirləşsəm, nə bilim, mən çıxandan sonra mənim yanımda olarmı deyə fikirləşsəm, mən bilirəm ki, axırım istifadəyə gedəcək. Çünki mən onunla birlikdə istifadə elədiyim vaxtlar olub. Mən bugünkü sağlam düşüncədə ola bilərəm. Mərkəzi keçə-keçə proqramı öyrənə-öyrənə sağlam düşüncə. Amma mənim gücüm özümə yetə bilər çöldə. Mən gedirsəm onun yanına. Elə bir şeydir ki, narkotik istifadəsi mənim düşüncəmdə. Mən onun yanına getsəm, o xəstə düşüncələrinə mənim sağlam düşüncələrimin üstünə keçəcək. O daha güclü olacaq. Mən məsəl üçün özümü elə bilirəm də ki, yəni o keçər. Mən ona görə çox qorxuram deyək. Kim istəmirsən də maraqlansın da, istəmirsən uşağınla. İstəmirəm, yox, mən uşağımı da körpələr evinə qoyanda belə bildirmişəm, onun adını, soyadını vermişəm ki, elə bir insan, yəni mənim uşağımla maraqlanmasın. Mənim uşağım da mənim öz adımdadır bugünkü gün. Mənim qız uşağı böyüdürəm də, körpə uşaqdır. Mən istəmirəm onun gələcəyi mənim kimi olsun. Həqiqətən ən önəmli məsələlərdən biri də çevrəni dəyişməkdir. O ab-havadan qurtulmaqdır. Hətta bəzən evdə sıxıntı olan insanlara deyirəm ki, o gözəl bir məsələ var, təbdili məkanda xeyir var deyirlər. Deyirəm, evdə bəzən masaların yerini dəyişir. Əgər mənfi videolara baxacaqsa, algoritma bizə onu qabağımıza çıxaracaq. Bu dünyada yaşadığımız həyat da belədir. Bu həyatın algoritması da odur ki, pis adamlarla durub oturacaqsa, qarşımıza yenə pisləri çıxaracaq. Amma yaxşılığa doğru gedəcəksə, müsbətə doğru addım atacaqsa, o müsbət bizi həqiqətən görəcək ki, biz də onlardan birinə çevrilmişik artıq. Ona görə bunu dəyərləndirmək lazım. Bir də xanımların, məsələn, bizdə həm oğlan reabilitasiyası neçə illərdir işlədirəm, həm də xanımlar üçün. Bunlardan necə? Mən baxıram ki, bir çox xanımları narkomaniyaya gətirən ya sevgililərdir, ya nişanlılardır, ya həyat yoldaşlardır. Hətta mən gözləyirəm ki, dövlət sabahlarım bu məsələdə
bu mərkəzlərə bir dəstək olsun. Çünki bu günlərin bu insanların elədikləri hər nə qədər müəyyən hissəsi biznes xarakterli olsa da, müəyyən hissəsi çox ciddi bir sosial yardımdır. Yəni dövlət bunu elədiyi zaman bu mərkəzlərə inanıram ki, daha çox bu bəlalardan biz qurtulub gözəl bir nəticəyə gətirib çıxaracağıq. Ən böyük çıxaracağıq. problem bilirsiniz nədir Elşad müəllim? Ümumiyyətlə bizə baxan izləyicilərə də deyirəm ki, ən böyük problem bu dəqiqə narkomaniyadan da bizim üçün, reabilitasiyalar üçün, şəxsən Anar müəllim üçün problem nədir? Bax bu Aytən xanım. Bəli. Sonra bir qızımız da var. Gəl bura zəhmət olmasa sən. Küçələrdən gəliblər də, yoxdur evləri. Bunun bir bacısı var özünlə bərabər, bunun uşağı var, qardaşı var. Bu uşaqlar 2 il qaldılar tamam reabilitasiyada. 2 ildən sonra bunlar çıxıb nə edəcək? Bəli. Hə? Ben yaxud da nə etməlidir, nə etsinlər? Baxın, indi qızlar burada məndən soruşur həmişə ki, Nail, yaxud ana, nə edəcəyik, bizə kömək edin. Nail bəy, bu çox ciddi bir məsələdir. Ona görə baxın, uşaqlar evi ilə bağlı da eyni məsələ olur. Deyək ki, o uşaqlar orada götürür dövlət, müəyyən bir yaşa qədər, deyək ki, 17-18 yaşa qədər orada onları bəsləyir, oxudur, sonra cəmiyyətə təqdim eləməlidir. Amma necə? Necə? Bax, bu davamlılıq problemi var. Bununla bağlı çox maraqlıdır. Türkiyədə yanaşma olmuşdu. Deməli, Turgut Özalın dövründə olmuşdu bu məsələ. Araşdırma aparılır. Baxılır ki, dövlətdə məsələn müəyyən bir büdcəsi var. Bu büdcədən kənara çıxa bilmir. Dövlətin müəyyən bir rəqəmlər məsələn bölünür. Bu quruma, filan quruma, o quruma, o qurumun da müəyyən proqramları var. Onun nəticəsində də Maliyyə Nazirliyi və yaxud da Hesablama Palatası yoxlamalar aparır. Və ondan kənara çıxa bilmədiyi zaman necə olacaq? Deməli, Türkiyədə bu məsələni araşdırırlar ki, insanların zəkat deyilən bir anlayışı var. Məsələn, bu günlərim mən müəyyən qədər vəsait qazanıramsa, həmin vəsaitin müəyyən bir hissəsini, bəziləri düzdür, təəssüflər olsun ki, bunu ildə bir dəfə təqdim edirlər. Bu yanlış bir yanaşmadır. Mən aylıq da verə bilərəm, hər gün də imkanım çatırsa verə bilərəm. Sədəqə dediyimiz, zəkat dediyimiz anlayışı verməliyik. Bu zəkat, sədəqə nədir? Çıxarıb kiməsə pul vermək məsələsi deyil. Məsələn, biz bunun müqabilində o Turgut Özalın dövründə bu araşdırılmışdı ki, insanların dövlət büdcəsindən 3 dəfə çox Türkiyənin zəkat potansiyalı var. Bunu sadəcə istifadə edə bilmir. Düzdür, bəzi qurumlar, dini hərəkatlar bundan öz maraqları naminə istifadə edir. Məsələn, nə etmək olar? Bəziləri mən görürəm indi, bilmirəm, reklam xarakterli eləyirlər və yaxud da bəzən təşviqat xarakterli eləyirlər. İnsanlara ki, bu mənim zəkatımdır, buna yardım elədik və s. siz də eləyin mənasında ola bilər. Baxın, bugün başlatdığınız möhtəşəmdir. Bu reabilitasiya mərkəzləri həqiqətən alqışlanacaq bir məsələ. Bundan sonrası artıq davam etdirilməlidir. Yerindən duran, məsələn, hər kəs reabilitasiya mərkəzi açmalı deyil. Bundan sonraki prosesi necə həyata keçirmək olar? Bunlar özü də narkomandır, adları üstlərindədir, narkomandır. Heç bir özəl şirkət, heç bir sədəqə verən bunlara inamsız yanaşırlar, vermirlər. Deyirlər ki, onsuz da narkomandır, hələ ki dayanıb gəlib narkotik istifadə edəcək. Okey, başa düşürəm. Buna hamı sağalmır ki. Sağalan da var, sağalmayan da var. Amma biz bunlara təzədən reabilitasiyadan sonra çölə tullasaq, pislə çıxsaq, çölə buraxsaq, cəmiyyətə buraxsaq, bunlar gəlib yenidən istifadə edəcəklər. Bekarçılıq, işsizlik, o qəbul eləməyəcək. Gedəcək o dükana ki, bəs mən səni görmüşdüm televizor Nailin verilişində. Sən narkomansan, yox, biz səni götürənmərik. Amma bunu dövlət olaraq açır bir dənə tikiş fabriki. Deyir ki, burada işləmək istəyənlər gəlib işləyə bilər. Daha baxmır ki, bu narkomandır, bu alkaşdır. Baxır ki, doğrudan sağalmısan, reabilitasiya ilə araşdırılır. Bu neçə ildir ayıqdır? 2 ildir. Gəl işlə, səhərdən axşama kimi ged işlə, axşam gəl, yorğun aldı, gir yat. O çox gözəl bir yanaşmadır. Baxın, orada bir məsələni qeyd edeyim. Sən bir dəqiqə qurban. Buyurun, buyurun. Bir də Elşad müəllimə, izləyicilərə özü adın nədir, neçə yaşın var? Adım Ramilədir, 21 yaşım var. Anam da narkoman olub, atam da narkoman olub, rəhmətə gediblər. Bax, bunu hansı adam, misal normal adam işə götürər? Atası narkoman, anası narkoman, bacısı narkoman, özü narkoman, küçədə yaşayan, bax deyin. Amma bu adam özü sağalmaq istəyir, istəmir narkoman olsun. Mən sizə bir şey deyim. Mən işə götürən olanda, məsələn, bir işimiz var idi, rəhbərlik elədiyim zaman, mən işə götürdüyümlərin heç birinin araşdırmamışam. Narkomandır, yoxsa diplomu var, yoxdur, işinə baxmışam. Müəyyən bir müddət götürürdük. Həmin götürdüyümüz müddətdə də maliyyə yardımına yenə də rəsmi... Yox, qanunla da bu məni soruşa bilməz axı bunu.
Sabahlanım gələcək deyir ki, qızımız bir işə müraciət eləyir. Müraciətindən götürüb onun CV-sinə bunu yazmayacaq ki. Nəyi bacarır, nəyə qabiliyyəti var, hansı kursa Heç nə gedə bilər. bacarmır, misal üçün. Misal, amma niyə bacar? Bax, bu yanlış ifadədir. Heç də İşləməyib axı. İşləməyibsə işləyə bilər, təcrübə yığa Onu bilər. öyrətmək lazım. Hara öyrətməli? Dövlət öyrətməlidir. Mütləq. Baxın, Dövlətimiz də öyrətmək üçün dövlətimizdən gərək başqa yenə proqram deyim. olmalıdır. Mütləq bu proqramlar olmalıdır. Hətta bununla bağlı mən düşünürəm ki, elə bu verilişin özünü və yaxud da mən özüm də bu məsələdə həmin o verilişin linkini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindəki dostlarımıza və yaxud da dini qurumlarla iş üzrə Dövlət Komitəsi, bilmirəm onların başı nəyə qarışıb, onlara göndərib həmin o insanlarla bir dəstək, nəsə məsələn bilirsiniz ki, müəyyən yerlərdə mərkəzləri var bunların. Həmin o mərkəzlərlə bir ümumi iş görülə bilər və yaxud da Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, UNFPA-in özünün elə bir mərkəzləri var idi, elə bir layihələri var idi. Bunları eləyirdilər. Yəni ona görə sabahlanım kompüter kursuna gedə bilər. Uşaqlıqdan mən həmişə mənə deyirdilər ki, bir dənə məktəbi qutar, get institutda, ingilis dili öyrən, stüardess eləyəsən, başa düşdün? Amma ki, mənim özüm istəyim, seçimim o idi ki, gedim narkomançılığa başlayım. Amma mən belə bir şey deyim ki, Nailə, hər insan yəni öz düşüncəsi ilə situasiyalara fərqli yanaşır da. Düzdür, xanım belə fikir bildirir, amma mənim düşüncəmdə, məsəl üçün, mən o yemək bişirməyi bilirəm, düzdür, mən o paltar ütüləməyi bilirəm. Mənim ütüləməyə paltarım yoxdursa, mənim bişirməyə, yəni qazancım yoxdursa o yeməyi alım bişirim də, düzdür. Mən birinci olaraq işləməliyəm, qazanmalıyam ki, mən o paltarı alıb giyinə bilim. Mən o, necə deyim, yeməyi alıb bişirə bilim. Birinci işdən başlayır hamısı da. Mən ola bilər bugünkü gün hansısa məktəbi qutarmayım, ya hansısa peşəni. Bugünkü o qədər deyil, müəllim vurğuladı bayaqları. Kompüter gedib öyrənənlər var ki, bugünkü gün kompüterlə nə qədər işlər görürlər, nə qədər pullar qazanırlar. Ya dillər öyrənənlər var ki, onu ötürürlər başqa-başqa bir insanlara, sonra dil öyrədirlər. Türmədən çıxanlara sosial adaptasiya pul verilir. Ki, bu gedib cinayət. Mən amma çox görmüşəm ki, o 1500 manat alırlar dövlətdən. Hamısı gedir, türmənin içərisindən İranlıların nömrələri var. Zakladka atdırırlar bunlar. Hamısı çıxandan sonra 3-4 dənə. Məsələn, dövlət nə edir? Dövlət bunlara pul verir. Bunlar 3-4 nəfər yığılırlar, bu pulu qoyurlar, cəmləyirlər. Gedirlər Azərbaycana küllü miqdarda narkotik gətirirlər. Görün nə edir? Bax, büdcədən gedən pulu bilmədən, yəni sistematik şəkildə daha da cinayəti sövq edir. Siz bax televiziyalarda görürsüz də bu tuturlar daxil işdən, polislər, yəni tutulur. Bu tutulanların 99% türmədə bir yerdə yatanlardır. Rəşad müəllim, çox sağ olun. Təşəkkür edirəm. Allah sizi qorusun. Allah gənclərimizi qorusun, balalarımızı qorusun. İzləyicilərimizə də təşəkkür edirik. Bizi izlədilər. Növbəti Sözün Dozası podkastında görüşmək ümidi ilə hələlik. Sözün Dozası, Sözün Dozası, Sözün Dozası.